Salam əziz şagirdlər. Bu gün biz 7-ci sinif kimya dərsliyində 6-cı bölmənin sonu ümumiləşdirici tapşırıqlardakı sualların izahına birgə baxacağıq. Əvvəlcə gəlin birinci suala baxaq. Uyğunluğu müəyyən eləyin. Tərkib dəyişir, tərkib dəyişmir. Uşaqlar, biz artıq mövzuları keçmişik. Bu bizim üçün ümumi təkrardır. Biz mövzuları keçərkən qeyd elədik ki, kimyəvi hadisələr zamanı ümumi tərkib dəyişirdi. Bir maddə başqa bir maddəyə çevrilirdi. Fiziki hadisə zamanı isə maddənin kimyəvi tərkibi dəyişmirdi, yəni bir maddənin başqa bir maddəyə çevrilməsi baş vermirdi. İndi bizə birinci yazıb kağızın yanması. Kağız yanan zaman uşaqlar, təbii ki, rəng dəyişir. Kağız özü ağ rənglidir, yanan zaman onun rəngi dəyişir və qara rəngə çevrilir. Bunun nəticəsində də həmçinin yanma zamanında qazlar ayrılır. Buradan da biz görürük ki, bu nə olacaq? Kimyəvi hadisə olacaq, çünki kimyəvi tərkib dəyişəcək. İkincidə buxarın kondensasiyası yazılıbdır. Bu təbii ki, fiziki hadisədir. Aqreqat halının dəyişməyi ilə bağlıdır. Maye halına keçir, tərkib dəyişməsi baş vermir. Dondurmanın əriməsi yazıb. Dondurmanın bərk haldan maye hala keçməsini deyir. Aqreqat halının dəyişməsi nəzərdə tutulur. Tərkib dəyişməyəcək. Buna görə də C-ni də tərkib dəyişməzə yazırıq. Yumurtanın bişməsi isə kimyəvi hadisə olacaq, tərkib dəyişəcək. Çünki yumurta bişən zaman onun tərkibində olan zülallar öz quruluşunu dəyişir və onun yenidən əvvəlki vəziyyətinə qayıtmağı mümkün deyil. Mümkün olmadığına görə də kimyəvi tərkibi tamamilə dəyişmiş olur. Bunu da tərkib dəyişərək qeyd edirik. İkinci suala baxaq. Bizə maddə molekulları hansı nisbətlə reaksiyaya daxil olur deyir. Bizə yaşıl rəngi verib azot. Buradan bu olacaq N2 şəklində. Boz rəngi isə verib hidrogen. Bu olacaq H2, H2 və H2. Reaksiya tənliyini qeyd eləsək, N2 üzərinə gəlsin 3H2. Buradan da görürük ki, hidrogen, hidrogen, hidrogendir. Hidrogen, hidrogen və hidrogendir. N H3 şəklindədir və 2 dənə də olduğu üçün əmsaldır 2-ni qeyd elədik. Maddə molekulları hansı nisbətdə reaksiyaya daxil olur? Görürük ki, 1 bölünsün 3 nisbətində reaksiyaya daxil oldu. Reaksiya zamanı istiliyin ayrılması nəzərə alaraq onun söz tənliyini tərtib edin. Söz tənliyi belə olacaq uşaqlar. Azot, üzərinə gəlsin hidrogen, alınacaq amonyak. İstiliyin ayrılması deyildiyinə görə uşaqlar təbii ki, nə edəcəyik? Müsbət künü də onun yanına yazacağıq. Dəftərinizdə metan, oksigen reaksiyaya daxil olur. Reaksiya nəticəsində karbon qazı və su hissəciklərinin modelini çəkin. Gəlin əvvəlcə reaksiya tənliyini yazaq uşaqlar. CH4, gəlin başqa yerdən yazın bunu. CH4, metan, üzərinə gəlsin oksigen. Reaksiya nəticəsində alınır karbon qazı, CO2, üzərinə gəlinsin su. Reaksiya tənliyini də əmsallaşdırsaq, görürük ki, 4 dənə hidrogen var. Suyun qabağına 2-ni atdım. 4 hidrogen oldu. Oksigenlərə isə baxsaq, burada 2 oksigen, sağ tərəfdə 4 oksigen olacaq. Sol tərəfdə də oksigenin qabağına 2-ni atsaq, reaksiya tənliyini əmsallaşdırmış oluruq. İndi bizdən molekulların modelini çəkməyimizi istəyir. Gəlin müxtəlif rənglərdə istifadə edərək çəkək. Məsələn, karbonu göy rənglə çəkirəm. Hidrogeni qırmızı rənglə çəkəcəm. Oksigeni isə oksigeni də çəkirəm, tutaq ki, elə qara rənglə. Gəlin çəkək uşaqlar. Bizə bir dənə karbon var. Karbonu göylə çəkirəm. 4 dənə də hidrogen var. 4 dənə hidrogeni də qırmızı ilə qeyd edirik. Bunu da qeyd eləsək, baxın. 4 dənə hidrogen var. Üzərinə gəlinsin. Gəldik. Oksigen. Oksigeni biz qara ilə qeyd eləmişik. 2 mol olduğuna görə, baxın, bu 1 mol oksigen, bu da 1 mol oksigendir. Olur 2 mol oksigen. Reaksiyaya girdi. Reaksiya nəticəsində alınır göy rəng. Karbon. Oksigenləri qırmızı ilə qeyd eləmişik. Oksigen. Üzərinə gəlinsin. Baxın, üzərinə gəlinsin. Əvvəlcə
Hidrojeni yazıram. Baxın. Hidrojeni yazsaq. Yəni oksijeni birinci yazdım. Oksijen, baxın, oksijen. Hidrojenləri də bura yazdım. Hidrojen. Daha sonra yine bakın. Bu da oldu bizde 2 molekül su. Bu bizde 1 molekül sudur. Bakın bu 1 moleküldür. Bu da 2 molekül su oldu. Bununla da biz modelimizi tərtib eləmiş olduq. Uşaqlar biraz sərgəsiz ola bilər. Bunu artıq siz özünüz dəftərdə daha sərgəli formada çəkərsiniz. Üçüncü suala baxaq. Kimyəvi reaksiyaların əlamətlərini müəyyən edin. Birincidə baxsaq, görürük ki, əvvəlcə bir məhluldur, içərisinə ağ rəngli bərk maddə atılıbdır. Oradan sonra da nə olubdur uşaqlar? Sınaq şüşəsinə nə görürəm? Görürəm ki, köpüklənmə baş veribdir, qabarcıqlar çıxıbdır. Burada əlamət nə olacaq? Təbii ki, əlamət olacaq qazın ayrılması. Qabarcıqların çıxmağını görən kimi yazırıq qazın ayrılması. İkincidə isə görürük ki, bunları bir-birinə qarışdırıblar. Qarışdırma nəticəsində də rəng dəyişib. Əlamətimiz olacaq rəng dəyişmə. Üçüncüdə isə nə olubdur? Görürük ki, nəsə qatıblar yenə və burada da elə olduğu kimi rəng dəyişmə hadisəsi baş verib. Rəng dəyişmə. Buna bulanıqlıq da deyə bilərik əslində uşaqlar. Nəsə düzgün çəkməyiblər, amma daha doğrusunu yazsaq elə rəng dəyişmə hadisəsi baş verib. Reaksiyanın digər əlamətlərini hansıları nümunə göstərə bilərsiniz? Biz mövzunu keçərkən də qeyd eləmişdik ki, çöküntünün əmələ gəlməsi, rəngin əmələ gəlməsi və yaxud da itməsi, qazın ayrılması, istiliyin əmələ gəlməsi, işığın əmələ gəlməsi, bunların hər biri digər əlamətlərə aid eləyə bilərik. Gündəlik həyatda rast gəldiyiniz aşağıdakı reaksiyalar hansı əlamətlərlə müşahidə olunur? Birincidə bizə yazıb meyvənin çürüməsi. Uşaqlar, meyvənin çürüməsi nəticəsində nə olur? Təbii ki, rəng dəyişir, qaralma baş verir, dad dəyişir və qoxu dəyişir. Artıq çürümüş iyi verir. Xəmirin şişməsi deyil. Xəmirin özü mayalananda karbon qazı əmələ gəlir, qazın ayrılması hadisəsi baş verir. Dəmirin paslanmasında isə nə olur? Rəng dəyişir təbii ki, uşaqlar, pas yaranır. Pas yarandığına görə rəng dəyişməsi hadisəsi müşahidə olunur. Hadisələri fiziki və kimyəvi hadisələr olmaqla ayırın. Əhəng məhlulundan karbon qazı keçirdikdə məhlul bulanır. Təbii ki, nə olacaq uşaqlar? Kimyəvi hadisə olacaq. Məhlulun bulanması hadisəsidir. Kalsium OH2 karbon qazını keçirdir. Karbon qazı ilə reaksiyası nəticəsində alınır nə? Kalsium karbonat çöküntüsü, üzərinə gəlinsin su. Çöküntü əmələ gəldi, məhlul bulandı. Bu oldu nə? Kimyəvi hadisə. Kimyəviyə yazdım A. B-də verib bizə mis əşyanın səthi tədricən yaşıl örtüklə örtülür. Adı üstündə uşaqlar, yaşıl örtüklə örtülübdür, səthdə yeni maddə əmələ gəlibdir, rəng dəyişibdir. Rəng dəyişdiyinə görə olacaq nə? Kimyəvi hadisə. C variantında yazıb, şüşə parçası zərbənin təsirindən xırdalanır. Şüşə parçasının xırdalanması təbii ki, fizikaliçi olacaq uşaqlar. Çünki şüşənin ancaq forması və ölçüsü dəyişəcəkdir. Hər hansısa bir yeni bir maddənin əmələ gəlməsi müşahidə olunmur. Buna görə də bu nə olacaq? Fiziki hadisə olacaq. 6-cı suala da baxaq. Kimyaçı aşağıdakı təcrübələri aparır. Cədvəl dəftərinizə köçürün, reaksiyaların söz tənliklərini və əlamətlərini qeyd edin. Əla, gəlin qeyd edək. Birinci bizə yazıb, maqnezium lenti yanır və maqnezium oksid əmələ gəlir. Artıq söz tənliklərini belə deyirəm şifahi şəkildə özünüz yazın uşaqlar. Vaxt uzatmaq istəmirəm. Bizə birinci verib, maqnezium lenti yanır və maqnezium oksid əmələ gəlir. Yəni, bu nə deməkdir? Maqnezium üzərinə gəlinsin oksigen alınır, maqnezium oksid. İstəyirsiniz bunu yenə də yazın. Maqnezium üzərinə gəlinsin oksigen qazı alınır. Oksijeni də yaza bilərsiniz, oksigen qazı da yaza bilərsiniz. Maqnezium oksid. İndi bizdən hansı əlamətlərin baş verdiyini də soruşur. Təbii ki, burada maqnezium oksidin girəndə reaksiya maqnezium oksid əmələ gəlirsə uşaqlar, işığın ayrılması hadisəsi baş verir, istiliyin ayrılması hadisəsi baş verir və ağ rəngli maqnezium oksid yeni bir maddə əmələ gəlir. B variantında kalium xromat üzərinə sulfat turşusu əlavə etdikdə kalium bixromat, kalium sulfat və su əmələ gəlir. Bunun söz tənliyi necə olacaq?
kalium xromat üzərinə gəlsin, yəni plus sulfat turşusu. Reaksiya nəticəsində alınır kalium bixromat, üzərinə gəlsin kalium sulfat, üzərinə gəlsin su. İstəyirsiniz bunu normal reaksiya tənliyində yazım sizə uşaqlar. Yəni bilmək istəyən, öyrənmək istəyən öyrənə bilər. Verib bizə kalium xromat, üzərinə gəlsin sulfat turşusu. Reaksiya nəticəsində alınıb kalium bixromat, yəni kalium 2, xrom 2, O7, üzərinə gəlinsin kalium sulfat, üzərinə gəlinsin su. Reaksiya tənliyimiz belə olacaq. Reaksiya əlamətləri nə olacaq uşaqlar? Təbii ki, rəng dəyişmə müşahidə olunacaq, sarı rəngdən narıncı rəngə keçid olacaq. Bu da bizim reaksiyanın əlaməti oldu. Natrium sulfat məhluluna barium xlorid məhlulu əlavə etdikdə natrium xlorid və barium sulfat əmələ gəlir. Söz tənliyi necə olur? Natrium sulfat, üzərinə gəlinsin barium xlorid, alınır natrium xlorid, üzərinə gəlinsin barium sulfat. Uşaqlar, reaksiya tənliyini görmək istəyirsinizsə, yenə də yazıram sizə. Verib bizə natrium sulfat. Üzərinə gəlirəm barium xlorid. Reaksiya nəticəsində alıram barium sulfat. Çöküntüsünü aldıq. Barium sulfat çöküntü alındı. Üzərinə gəlsin natrium xlor. Buradan da görürük ki, hansı əlamət müşahidə olundu? Çöküntü əmələ gəlməsi müşahidə olundu. D variantında natrium karbonat neyinibdir? Üzərinə xlorid turşusu əlavə ediblər. Natrium xlorid, karbon qazı və su əmələ gəlib. Natrium karbonatın, yenə də reaksiya tənliyini yazıram. Söz tənliyi uşaqlar. Natrium karbonat, üzərinə gəlinsin xlorid turşusu. Alınır, söz tənliyini deyirəm. Natrium xlorid, üzərinə gəlinsin karbon qazı, üzərinə gəlinsin su. Bu təbii ki, reaksiya tənliyidir. Buradan da görürük ki, nə ayrılıb? CO2 qazı ayrılıbdır. Qaz ayrılması müşahidə olunur, köpüklənmə müşahidə olunur, qabarcıqlar yaranır. Bu da bunun reaksiya əlamətləri hesab olunur. Bu qədər uşaqlar, izahımız yekunlaşdı. Ümid edirəm ki, sizə hər bir şey aydın oldu. Aydın olmayan hissələri rəy hissəsində yaza bilərsiniz. Kanala dəstək olmaq üçün abunə olmağı, rəy yazmağı, videonu bəyənməyi unutmayın. Gələcək mövzuların izahında görüşənə qədər.